Hazırda Mingəçevirdəyəm. Kürün kənarında. Növbəti vlogumuz da məsələ buradan başlayır. Havar ana gildə. Bu kaktuslu, çiçək açıbdı. İlk dəfədir görürəm. Çiçəyim gəldi. Sən gələn yola qurban. Bu açqın təzə almışsan desə, etiket üstündə də. Samavar da qoymusan. Samavarı görək. Yandırıb. Eləyə bilibdi. Eləyə bilibdi. Yine aşk kaynıyor. Bu deli Bayaqdan arzulayıram ki, ay Allah, balam gələydi, görəydi bunu belə. Ay nə gözləyirlər. Bunlar inkubatordular. Çok yaşlılar. Ay Allah, buna bak. Ne geçen yatıp durdu. Dimdiklenmir? Yox, dindində bir qaçaram var. Yes. Daxıldıydı, toyuğun da belə səyliyi var da. Qışqır bağır sarcı yumurtlamışam da, gəl Allah var. Mən görünə qədər sevirlər bu ailədə. Səni tək qoyub getmir, deyir ki, gedir Şəkiyə verir. Deyir, o gün deyirəm ki, qal Şəkidə. Şimdi mən ildə tək qoyub gedəm. Gəl görüm nə hazırlamısan. Hə, yavaş aç. Zəfəran. Bu nədir bəs bu? O kişmiş. Mən sənə pişirmişəm da onu. Bay, Hürseniz Kristalex'in də var. Var. Şap eləmisən, maşallah. Biləyim mənim. Nə yaşı Kristalex almışsan? Kristalex bilirsən nətərdir, ay oğul? Hə. O elə bil ki, mən çox xoşuma gəlir bu. Nə? Bilirsən nəyə xoşuma gəlir? Parılladır qabları. Ay maşallah. Həqiqi, bax, səmimi deyirəm, papacanı. Qəşək yuyur, təmiz yuyur. Canım. Xoşum gəlir. Özünə bak, oksikarbonla diamond'ını götürüb, maşallah. Allah sana şükür dedim mən. İndi mən kənd uşağıyam, mən şəhər uşağı deyiləm. Ya Allah, öz evimiz hamısında yaxşı. Hara gelirsən get, öz evimiz hamısında yaxşı. Bay, çıxartdı içinə. Oy, bunun içine bak. Yaxında gəlsən, elə bil ki, öz evinə gəlsən, qapı açıqdır sənin üçün həmişə. Səni Emil qədər istəyirəm, Emil mənim nübarımdır da. İşlətməyə xoşlayır, deyir, keçək qarmaz. Hiss olunur ki, əli qaldan qarya vurmursan da. Qablarımız nə qədər kirlənsə də, nə qədər qonağımız gəlsə də, evdə nə qədər çirkli qab olsa da, Kristalex var. Gəl Əmin. Gəl başına dönüm, gəl oturaq. Ya Allah. O toyuqdur. Toyuq şey. Bir ətini yiyirsən, ət qoyma. Mən bundan sonra həmişə mal əti qoyuram da dibinə. Tövsiyən olsun da, məsələn 50 ilin bir evdar xanımı kimi. Bilirsənmi Zəva? Münasibətlər həmişə qarşılıqlı olmalıdır. Bir-birini başa düşmək lazımdır. Sevgi də o... Məndən böyüklər də, balacalar da bağışlasın məni. Amma sevgi o qədər olmalıdır ki, bilmirəm da bizdə çoxdur. Sən bu Kristalex'in elə bir ki, keyfiyyətinlə maraqlanmaq istəyirsənsə, bilmək istəyirsənsə nətərdir, qabını biləsən. Sağ ol. Sağ ol qardaşım. Mən elə bilirdim ki, o boyda yemək içmək, o cürə qonaq qarşılamaq, axırda mən nəsə bu iş mənim başımda çatlayacaq. Eyb yox. Mən sənə indi onun köpüklənməsini... Bax, görürsən? Bax, özdə qapı köpüyə əmələ gəlir, ha? Bax, səsə bax, buna bax. İndi gedə bilərəm. Git də. Sağ ol.